Bu dəfə sizə oğlumun hazırladığı kayseri yağlamasının reseptini verəcəm. Deməli 4 stakan unun içinə bir paket duruş əlavə edirik. 1 çimdik tuz, 1 çimdik şəkər, 1 xörək qaşığı qatıq, 2 xörək qaşığı duru yağ əlavə edirik. 1 stakan ilıq süd və 1 stakan ilıq su əlavə olunur. Ələ yapışmayan qəşəng bir xəmir yoğrulur. Gördüyünüz kimi xəmir ələ yapışmır, rahat, yumşaq bir xəmirdir. Xəmiri qoyuruq acımağa. Bizdə məsəl üçün 15 dəqiqəyə hazır oldu. Ondan sonra götürürük xəmiri, bir də yoğuruq. Xırda-xırda kündələrə ayırırıq. Gördüyünüz kimi kündəliyirik. Bir hardasa 15 dəqiqədə kündədə, 10-15 dəqiqədə kündədə dincəlməyini gözləyirik. Sonra balaca-balaca lavaşlar açırıq. Gördüyünüz kimi xırda-xırda nazik, qəşəng bir lavaşlar açırıq. Lavaşları sacda istəyirsiniz, tavada istəyirsiniz, necə istəyirsinizsə belə hər iki yüzünü bişirirsiniz. Sonra keçirik ətimizi hazırlamağa. Biz burada həm dana ətindən istifadə eləmişik, həm toyuq ətindən. Əti biraz bişirdikdən sonra soğan, yağ əlavə olunub, qovrulur. Sonra bibəri, sarımsağı, pomidor əlavə olunur. Biraz qovrulduqdan sonra tomat əlavə olunur. Tam hazır olandan sonra ədviyyatlar vurulur. Biraz da su. Ədviyyatlardan da deməli duzdur, sarı kökdür, pul bibərdir, bir də kimyondur. Sonra gördüyünüz kimi lavaşları 4 künc görürsünüz, belə 4 künc eləyib qəşəng yağında, suyunda isladırıq. Üst-üstə yığırıq. Hər qatına hazır olmuş ətdən əlavə edirik. Sonra 4 hissəyə bölürük, üst-üstə yığdıq gördüyünüz kimi. Sonra 4 hissəyə bölürük. Onları da bax belə şəkildə qatığa